...1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cumhuriyyətinin elan edilməsi qədim dövlətçilik ənənələrimizin bərpası olmaqla bərabər həm də xalqımızın qəhrəmanlıq tarixidir. Özünü yenidən dərk eləmə tarixidir. Bu tarixi sətir-sətir öz qanları ilə yazanlar əməlləri, amalları ilə insanlıq, qəhrəmanlıq, vətənpərvərlik nümunəsi göstərdilər. Yaşadığımız dövrü və zamanı ucaltdılar. Nəsillərin fəxr eləyə biləcəyi bir tarix yazdılar. Birinci Dünya Müharibəsi planetin bütün bölgələrinin geosiyasi xəritəsində əsaslı dəyişikliklərə səbəb oldu. Uzun və üzücü müharibədən iqtisadi və hərbi gücü xeyli zəifləyən Rusiya imperiyasının dağılması artıq tarixi zərurətə çevrilmişdi. ...1917-ci ilin fevralında Romanovlar mütləqiyyəti devrildi. Monarxiya rejimi aradan qaldırıldıqdan sonra Rusiya Dövlət Dumasının Cənubi Qafqazdan olan deputatlarının təşəbbüsü və iştirakı ilə mart ayının 3-də Tiflis şəhərində Zaqafqaziyanın idarəçiliyi üzrə xüsusi komitə yaradıldı. Müvəqqəti hökumətin idarə orqanı funksiyasını yerinə yetirən komitəyə geniş hüquq və səlahiyyətlər verilirdi. 2 gün sonra isə Bakıda müvəqqəti hökumətin ali hakimiyyət orqanı kimi İctimai Təşkilatlar Şurası və onun icraya komitəsi yaradıldı. Həmin ayın 7-sində Şamiyanın qiyabi sədrliyi ilə Bakı Fəhlə və Əskər Deputatları Soveti təşkil edildi. 29-da isə Müsəlman Milli Şurasının müvəqqəti icraya komitəsinin yarandığı elan olundu. Bütün bu təşkilatlanmalar, güc mərkəzlərinin formalaşması gələcəkdə Bakıda, ümumilikdə isə Qafqazda kimin söz sahibi olacağının ilk konturlarını cızırdı. Rusiyadakı müvəqqəti hökuməti müdafiə edən ictimai təşkilatların icraya komitəsi ilə Bakı Deputatları Soveti arasında mübarizə nəticəsində yaranmış iki hakimiyyətlilik yerli müsəlman əhalinin milli və sosial problemlərini daha da ağırlaşdırırdı. Getdikcə dərinləşən böhran milli qüvvələrin daha sıx birləşmələrini zərurətə çevirmişdi. Bir çox məsələlərdə, xüsusən də milli istiqlal ideyaları əsasında yekdillik nümayiş etdirən partiyalar Rusiyanın Demokratik Federativ Respublikaya çevrilməsini və Azərbaycana geniş milli muxtariyyətin verilməsini istəyirdilər. ...1917-ci ilin oktyabrında Rusiyada baş vermiş bolşevik çevrilişi Qafqazda da siyasi vəziyyəti yeni məcraya yönəltdi. Noyabrın 11-də Zaqafqaziyanın əsas siyasi qüvvələri Müsavat, Daşnak-Sütun, Gürcü menşevikləri və sağ eserlər yığıncaq keçirərək Rusiyadakı bolşevik hökumətini tanımaqdan imtina elədilər. Regionu idarə etmək üçün müstəqil Zaqafqaziya hökuməti, Zaqafqaziya komissarlığı yaradıldı. Yeni siyasi və hərbi proseslər nəticəsində Zaqafqaziyada əsl xaotik vəziyyət əmələ gəlmişdi. Bolşevik Rusiyası Osmanlılarla müharibəni dayandırmağa fürsət axtarır, Zaqafqaziya komissarlığı isə özünü qorumaq üçün silahlı qüvvələrini yaratmağa can atırdı.
Qafqazdakı Rus ordusunda milli zabit kadrlarının və əskərlərinin çoxluq təşkil eləməsindən istifadə edən ermənilər və gürcülər Osmanlılarla müharibədən geri qayıdan Rus qoşunlarını tərksilah edib öz silahlı qüvvələrini təşkil eləyə bildilər. Bütün Rusiya ordusunda, xüsusən də Qafqazda döyüşən qüvvələrin tərkibində Azərbaycanlıların yox deyiləcək qədər azlığı bu məsələdə də milli iradənin gerçəkləşməsi şansını az qala heçə indirirdi. Qafqazdakı mövcud dərəbəylik vəziyyəti Böyük Ermənistan yaratmaq hülyasında olan ermənilər üçün bir fürsət oldu. 1917-ci ilin dekabrında Lenin tərəfindən Cənubi Qafqazın fövqəladə komissarı təyin edilən Stepan Şaumyan elə ilk günlərdən bolşeviklərə və Daşnaksutyun partiyasına arxalanaraq Bakıda və onun ətrafında erməni şovinizmini və imperiya siyasətini həyata keçirməyə başladı. Həmin vaxt Bakıda Daşnaksutyun partiyasının çoxlu sayda silahlı qüvvəsi vardı. Heç bir muxtariyyət fikrini qəbul eləməyən Şaumyan tərəfdarları ilə birlikdə Bakıya, eləcə də bütün Azərbaycana Sovet Rusiyasının ayrılmaz bölgəsi kimi baxırdı. Bununla bərabər bol yanacaq sərvəti olan Bakının Azərbaycanla birliyi anlayışını da əsla yaxın qoymurdu. O Bakıda Azərbaycanın milli qüvvələrini tamamilə sarsıtmağa, bölgələrdə də təsirsiz vəziyyətə gətirməyə çalışırdı. Bunun üçün əlverişli fürsət gözləyirdi. Nəhayət martın sonunda belə bir fürsət ələ düşdü. Bolşevik Daşnak qüvvələrinin hazırladığı təxribatın nəticəsi olaraq martın 30-unda təpədən dırnağa qədər silahlanmış bolşeviklər və erməni milli hissələri silahsız Azərbaycanlı əhalisinə hücum elədilər. Martın 30-dan aprelin 1-nə qədər görünməmiş milli qırğın törədildi. 12 min müsəlman öldürüldü. ...1918-ci ilin fevral ayından Zaqafqaziya komissarlığını əvəzləyən Seyim də daxili çəkişmələri, mənafe toqquşmalarını, milli və dini intriqanı səngidə bilmirdi. Osmanlı dövləti ilə erməni-gürcü fraksiyası arasında yaranan ərazi mübahisələri Seymin süqutunu tezləşdirirdi. Osmanlı qoşunlarının Qafqazın içərilərinə doğru irəliləməsinin qarşısını ala bilməyən erməni və gürcülər türklərin tələbi ilə Rusiya ilə bütün əlaqələri qırmaq və Brest-Litovsk sülh müqaviləsini tanımaq məcburiyyətində qaldılar. ...1918-ci il aprelin 9-da Zaqafqaziya Seyminin Azərbaycan nümayəndələrinin tələbi ilə Zaqafqaziyanın müstəqilliyi elan edildi və Birləşmiş Zaqafqaziya Cumhuriyyəti yaradıldı. Lakin istər daxili, istərsə də xarici siyasət sahəsində kəskin milli mənafe ziddiyyətlərinin olması Zaqafqaziya Seymi və Birləşmiş Zaqafqaziya Cumhuriyyəti hökumətinin konkret addımlar atmasına imkan vermədi. Nəticədə 1918-ci il may ayının 25-də Gürcü nümayəndələr Seymdən çıxdılar və 26-sında Gürcüstanın müstəqilliyini elan elədilər. Gürcüstanın öz müstəqilliyini elan eləməsindən bir gün sonra, mayın 27-sində Seymin müsəlman fraksiyasının üzvləri ayrıca iclaslarını keçirdilər və Azərbaycanın müstəqilliyini elan eləmək qərarına gəldilər. Bu məqsədlə Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası elan elədi. 1918-ci il mayın 27-sində keçirilən həmin iclasda Azərbaycan Milli Şurasının rəyasət heyəti və sədri seçildi. Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. Elə həmin gün İstiqlal bəyannaməsi qəbul edildi. Birinci Dünya müharibəsinin qalibləri isə həmin vaxt bu regionda yeni sərhədləri cızmaqla məşğul idilər.
Bolşevizmin yayılmasının qarşısını almaq üçün müstəqil Qafqaz respublikalarının mövcudluğunu zəruri hesab edən bəzi dövlətlər yalnız İrəvanın ermənilərə paytaxt olaraq veriləcəyi təqdirdə Azərbaycan Xalq Cümhuriyyətini tanıyacaqlarını bildirdilər. İrəvandan olan deputatların etirazına baxmayaraq, müstəqilliyini qorumaq və dünya ölkələri tərəfindən tanınmaq üçün Azərbaycan güzəştə getməyə məcbur oldu. 1918-ci il mayın 29-da Baş nazir Fətəli xan Xoyskinin imzası ilə dünyanın qabaqcıl dövlətlərinə Azərbaycanın müstəqilliyinin elan olunması haqqında telegram göndərildi. Çox hörmətli Məmməd Həsən, Azərbaycanın müstəqilliyinin elan edilməsi haqqında telegramı göndərməyə burada çox mane olurlar. Telegramın rus və fransız mətnlərini sizə göndərirəm ki, radio ilə verəsiz. Ermənilərlə bütün mübahisələrimizə son qoymuşuq. Onlar ultimatumu qəbul edəcək və müharibəyə son qoyacaqlar. Biz İrəvanı onlara verəcəyik. Hökumət Yelizavetpolda, Gəncədə yerləşəcək. 28 may 1918-ci il. Sizin Fətəli Xoyski. Konstantinopol, Viyana, Berlin, Paris, London, Washington, Safiya, Roma, Buxarest, Tehran, Moskva, Kiyev, Kristiyaniya, Kopenhagen, Xarici İşlər Nazirlərinə. Gürcüstanın Zaqafqaziya Federativ Respublikasından çıxması ilə bu qurum dağıldı. Azərbaycan Milli Şurası bu ilin 28 mayında Şərqi və Cənubi Zaqafqaziya ərazisindən təşkil edilmiş Azərbaycanın müstəqilliyini elan etdi. Azərbaycan Demokratik Cümhuriyyətini yaratdı. Bu haqda sizi xəbərdar etməklə zat hallərinizdən bunu öz hökumətinizə çatdırmağı xahiş etmək şərəfinə bulunuram. Xoyski, Azərbaycan Respublikası Nazirlər Şurasının sədri. Yeni qurulmaqda olan Demokratik Respublikanın varlığı üçün xarici qüvvələrin və daxili çəkişmələrin yaratdığı təhlükə milli hökumətin Türk qoşunlarını Azərbaycana dəvət eləməsi ilə nəticələndi. Osmanlı hökumətinin qərarı ilə Nuru Paşanın komandanlığı altında Qafqaz İslam ordusu Azərbaycana göndərildi. 1918-ci il iyunun 16-sında Milli Şura və hökumət özünün fəaliyyət mərkəzini Gəncəyə köçürdü. Ölkədə yaranmış real vəziyyəti nəzərə alan Azərbaycan Milli Şurası iyunun 17-sində Gəncədə iki mühüm qərar qəbul elədi. Öz fəaliyyətini müvəqqəti olaraq dayandırdı, bütün hakimiyyəti Fətəli xan Xoyskinin sədrliyi ilə yaradılmış yeni müvəqqəti hökumətə həvalə elədi. 1918-ci ilin yayında Bakı Kommunası erməni hərbi birləşmələrindən istifadə eləməklə Azərbaycan Milli Hökumətinin müvəqqəti paytaxtı Gəncə üzərinə hücuma keçdi. Bakı-Tiflis dəmir yolu xətti boyunca hərəkət edən qoşunlar qarşılarına çıxan hər şeyi məhv eləyir, dinc əhaliyə qarşı qətillər törədirdilər. Dövlətçiliyin təhlükəsizliyini təmin eləmək üçün milli ordu hissələrinin yaradılmasına böyük ehtiyac var idi. Odur ki, milli hökumət yaranmış vəziyyətdən çıxmaq üçün ilk günlərdəncə qəti tədbirlərə əl atdı. İyunun 19-unda bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan olundu. Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Tatar süvari alayının əskərlərindən formalaşdırılmış və general Əliyağa Şıxlinskinin rəhbərlik elədiyi müsəlman korpusunun əsasında ilk ordu hissəsi Əlahiddə Azərbaycan korpusu yaradıldı. İyunun 26-sında müsəlman hərbi korpusu ayrıca Azərbaycan korpusuna çevrildi və həmin korpusun komandirinə general rütbəsi verildi. Azərbaycan korpusu Qafqaz İslam ordusu ilə birləşərək Nuru Paşanın komandanlığı ilə Göyçay ətrafında Bakı Soveti qüvvələrinin qarşısına çıxdı. Düşmənə ağır zərbələr vurub onu geri çəkilməyə məcbur edən Qafqaz İslam ordusu növbəti və son hədəf kimi Bakını seçmişdi.
Həmin günlərdə bolşevikləri devirərək Bakıda hakimiyyəti öz əlinə alan SR, Menşevik və daşnaqlardan ibarət Sentra-Kaspi diktaturası öz hakimiyyətini qorumaq üçün general Danstervil başda olmaqla İngilis hərbi dəstələrini Bakıda yerləşdirmişdi. Ancaq nə Sentra-Kaspinin çoxsaylı silahlı qüvvələri, nə də İngilis qoşunları Qafqaz İslam ordusunun qarşısında dayanmaq qüdrətində deyildi. Nuru Paşanın hərbi birliklərinin Bakıya hücumundan bir gün əvvəl İngilislər Ənzəliyə qaçdılar. Sentyabrın 15-də isə yüzlərlə Azərbaycan və Türk əskərlərinin qanı bahasına olsa belə, ölkənin baş şəhəri yadların tapdağından azad edildi. Bundan 2 gün sonra sentyabrın 17-sində Azərbaycan Xalq Cümhuriyyətinin milli hökuməti Gəncədən Bakıya köçürüldü. Nəhayət 1918-ci ilin noyabr ayında Milli Şuranın çağırılması planlaşdırılsa da, yeni siyasi vəziyyət bu istəyi az qala mümkünsüz eləyəcəkdi. Müharibədə məğlub olmuş Osmanlı dövləti Mudros müqaviləsinə əsasən qoşunlarını Azərbaycandan çıxararaq mövqelərini İngilislərə təhvil verməyə məcbur oldu. Bakıya ikinci dəfə daxil olan İngilis qoşunlarının komandanı General Thomson isə nəinki seçkilərin legitimliyini, ümumiyyətlə Azərbaycan adlı bir dövlətin varlığını şübhə altına alırdı. Cümhuriyyət qurucularının səbr və siyasətinin bəhrəsi özünü çox gözlətmədi. İngilislərin Bakıya gəlişindən 3 gün sonra 1918-ci il noyabr ayının 20-sində Azərbaycanda ali qanunverici orqanın, parlamentin yaradılması haqqında qanun imzalandı. Milli Şuranın 44 üzvündən əlavə parlamentdə Azərbaycanlılara 36, ermənilərə 21, ruslara 10, digər milli azlıqlara və təşkilatlara 9 deputat yeri verilirdi. Bu parlament Şərq dünyasında ilk dəfə qadınların seçib seçilmək hüququnun təsbit olunması faktı ilə tarixə düşdü. Möhtərəm məbuslar, Azərbaycan Cümhuriyyətinin ilk məclisi məbusanını açmaq səadəti, siz möhtərəm məbusları təbrik etmək şərəfinin öhdəmə düşməsi ilə müftəxərəm əfəndilər. Vətəndaşlar, bizə fəlakət və səfalətdən başqa bir şey verməyən ədavət və ixtilafı tərk edəlim. Yeni başlayan həyatın məşəqqətlərini rahatlıqla keçirmək və yeni həyatda ləyaqət qazanmaq üçün yaşayışımızı ağıl və insani əsaslar üzərində quralım. Bir-birimizi sevəlim, bir-birimizə ehtiram edəlim. Yaşasın Azərbaycan Məclisi Məbusanı! Yaşasın Azərbaycan Cümhuriyyəti! Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin nitqi ilə açılan və ilk iclasını 1918-ci il dekabr ayının 7-sində keçirən Cümhuriyyət Parlamenti Əlmərdan bəy Topçubaşovu sədr, Həsən bəy Ağayevi birinci muavin vəzifələrinə təsdiq elədi. Parlamentin ilk iclasında müvəqqəti kabinetin sədri Fətəli xan Xoyski həyata keçirdiyi işlər haqqında hesabat verdikdən sonra legitim hökumətin yaradılması məqsədi ilə kabinetin istefaya çıxması barədə bəyanat verdi. Parlament yeni hökumətin tərkibinin formalaşdırılmasını yenidən xan Xoyskiyə tapşırdı və dekabrın 26-sında genişləndirilmiş kabinəyə etimadını bildirdi. 2 gün sonra General Thomsonun parlamentin etimad göstərdiyi kabinəni tanıyaraq Azərbaycanda yeganə qanunu hökumət hesab eləməsi barədə bəyanatı, parlamentin legitimliyini şübhə altına alan erməni və rus şuralarının planlarını alt-üst elədi. Azərbaycan parlamentinin yaradılmasını böyük bölünməz Rusiyaya qarşı xəyanət hesab eləyən rus və qismən də erməni milli şuraları bir müddətdən sonra onun tərkibində iştirak eləmək qərarına gəldilər. Fəaliyyətə başladığı ilk gündən dövlət quruculuğu işləri ilə bərabər Xalq Cümhuriyyəti hökumətinin qarşısında Azərbaycan ərazilərinin təhlükəsizliyinin təmin edilməsi problemi də dururdu.
qədim Azərbaycan şəhəri İrəvanı və ona bitişik əraziləri ələ keçirən Daşnak hökuməti bütün razılaşmaları pozaraq Gürcüstan, Türkiyə və Azərbaycana qarşı torpaq iddiaları ilə çıxış eləməyə başladı. Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağda vəziyyət xüsusilə ağır idi. 1918-ci ilin yayından başlayaraq erməni hərbi birləşmələri daha da fəallaşmağa başlamışdı. Andranikin quldur dəstələri Zəngəzurda 115, Cavanşir, Cəbrayıl, Şuşa qəzalarında 21, İrəvan quberniyasında 60-dan çox Azərbaycan kəndini məhv eləyirdi. 100 minlərlə Azərbaycanlı qətlə yetirilir, öz yurd yuvasından qovulurdu. 1918-ci ilin sonundan başlayaraq Azərbaycan ordusunun və yerli özünü müdafiə qüvvələrinin uğurlu əməliyyatları nəticəsində daşnaqların vəhşiliklərinə son qoyuldu. Andranikin quldur dəstəsi ağır itkilər verərək Azərbaycan ərazisini tərk elədi. Hökumət Zəngəzur və Qarabağı öz nəzarəti altına aldı və 1919-cu ilin yanvarında Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzaları daxil olmaqla Qarabağ general qubernatorluğu yaradıldı. Xosrov bəy Sultanov general qubernator təyin olundu. Hökumətin tədbirləri nəticəsində Qarabağın erməni əhalisi 1919-cu ilin avqustunda bölgənin Azərbaycanın ayrılmaz hissəsi olmasını qəbul elədi. 1919-cu ilin iyul ayının 25-də Naxçıvan əhalisinin qəhrəmanlığı sayəsində həmin ilin yazında ingilislərin dəstəyi ilə bu ərazidə yaradılmış erməni idarəçiliyinə son qoyuldu. Avqust ayında isə general Həbib Səlimovun başçılıq elədiyi milli ordu hissələri ölkənin cənubunda Bolşevik törtöküntülərinin yaratdığı Muğan Sovet Respublikasını ləğv elədi. Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti yüksək işgüzarlıq qabiliyyəti ilə seçildi. 145 iclas keçirən Cümhuriyyət parlamenti 230-a yaxın qanun layihəsi təsdiq elədi ki, bu qanunların da əksəriyyəti Azərbaycanın gələcək inkişafında mühüm rol oynadı. Azərbaycanın dövlət rəmzləri qəbul olundu. Azərbaycan parlamentinin verdiyi qərarlar ölkədə dövlətçilik ənənələrinin, hüquqi idarəçilik institutlarının yaradılmasına, milli ideologiyanın formalaşmasına, vicdan azadlığının təmin olunmasına yönəlmişdi. Öz mövcudluğu dövründə Milli Azərbaycan hökuməti dövlət quruculuğu sahəsində bir çox mühüm qərarlar qəbul elədi. Ölkənin əsas gəlir mənbəyi olan neft sənayesinin fəaliyyəti bərpa olundu. Bakı bonu adlanan ilk milli valyuta dövriyyəyə buraxıldı. Ölkənin təhlükəsizliyini təmin edən dövlət təsisatları yaradıldı. ...1919-cu il sentyabrın 1-də Azərbaycan parlamenti Bakıda universitet açmaq haqqında qanun qəbul elədi və noyabrın 15-də Bakı Universitetində ilk dərslər başladı. Həmin dövrdə Azərbaycanda 637 ibtidai, 23 orta ixtisas məktəbi fəaliyyət göstərirdi. 100 nəfər gənc dövlət hesabına təhsil almaq üçün Avropa dövlətlərinin qabaqcıl ali məktəblərdə göndərildi. Neft amilindən milli iqtisadiyyatı dirçəltmək vasitəsi kimi istifadə eləməyə çalışan Cümhuriyyət hökuməti böyük çətinlikləri dəf eləmək məcburiyyətində qalmışdı. Uzun illər ərzində vəhşi üsullarla israf edilən neft sənayesi fevral inqilabından sonra ümumiyyətlə talan edilmişdi. Az-çox çıxarılan neft Bakı Sovetinin əli ilə Bolşevik Rusiyasına daşınır, əvəzində isə milli hökumətə zidd olan qüvvələr üçün silah-sursat gətirilirdi. Neft amili Azərbaycan kimi kiçik bir ölkə üçün iqtisadi inkişaf mənbəyi olmaqdan daha çox xarici dövlətləri özünə cəlb edən, ölkəni
işğala şirnikləndirən bir bəlaya çevrilmişdi. Bolşevik Rusiyası nəyin bahasına olursa olsun böyük neft ehtiyatlarına malik Bakını ələ keçirmək fikrindən əl çəkmirdi. Azərbaycan hökumətinin Rusiya ilə diplomatik əlaqələr qurmaq üçün atdığı bütün addımlar boşa çıxırdı. Şimaldan gələn təhlükəni dərk edən Azərbaycan hökuməti və parlamenti çıxış yolunu qonşu dövlətlərlə münasibətləri nizama salmaqda və Avropa dövlətlərindən dəstək almaqda görürdü. 1919-cu ilin yanvarında işə başlamış Paris Sülh Konferansına yollanan Əlmərdan bəy Topçubaşovun başçılıq elədiyi Azərbaycan nümayəndə heyəti Avropalı həmkarları ilə davamlı və gərgin görüşlər keçirdi. Ermənistanın Azərbaycana və Gürcüstana qarşı torpaq iddiaları ilə çıxış eləməsi səbəbindən Cənubi Qafqaz Respublikalarının müstəqilliyini tanımayan Millətlər Liqası nəhayət 1920-ci il yanvarın 11-də müsbət qərar verdi. Bu Azərbaycan diplomatiyasının ən böyük qələbəsi idi. Şimaldan gözlənilən təhlükə isə günü-gündən artırdı. Denikin ordusunu darmadağın eləyən Sovet Rusiyası Azərbaycanı işğal eləmək üçün bəhanə axtarırdı. 1920-ci il yanvar ayının 18-də Rusiyanın Xarici İşlər Naziri Çişerin Azərbaycanı Denikinçilərə yardım eləməkdə ittiham edən nota verdi. Azərbaycan ordusunun əsas qüvvələri martın 22-sində Qarabağda baş qaldırmış Daşnak qiyamını yatırmaqla məşğul idi. Aprelin 27-sində səhər tezdən Azərbaycan Kommunist Bolşevik Partiyası Mərkəzi Komitəsinin göstərişi ilə Çingiz Yıldırımın komandanlığı altında Xəzər Hərbi Dəniz Donanması döyüşə tam hazır vəziyyət aldı. Donanmanın bütün gəmilərindəki üç rəngli bayraqlar çıxarıldı və əvəzinə qırmızı bayraqlar asıldı. Səhər saat 10-da bütün gəmilər Bakı buxtasına daxil olaraq öz toplarının ağzını hökumətin və parlamentin yerləşdiyi binalara doğru yönəltdilər. Bundan biraz sonra Həmid Sultanov başda olmaqla kommunistlərin nümayəndə heyəti Azərbaycan Kommunist Bolşevik Partiyası Mərkəzi Komitəsi, Rusiya Kommunist Bolşevik Partiyası Qafqaz Ölkə Komitəsinin Bakı bürosu və Mərkəzi Fəhlə Konferansı adından hökumətə və parlamentə yazılı ultimatum verdi. Ultimatumda hakimiyyətin bolşeviklərə təhvil verilməsi tələb olunurdu. Aprelin 28-də isə 11-ci ordunun 28-ci atıcı diviziyasının 2 rotasının köməyi ilə dəmir yol döyüş sahəsinin rəisi Yefremovun komandanlıq elədiyi 3-cü internasional, Qırmızı Həşdərxan, Qırmızı Dağıstan və Timofey Ulyantsov zirehli qatarlar qrupu Samur körpüsünü keçdi. Əfəndilər, bizə deyirlər ki, hüdudlarınızı keçən ordunun başında Necati adlı bir Türk komandanı durmuşdur. Rusiyadan gələn bu təcavüzkar ordu təmin edirlər ki, həyat və ölüm mücadeləsində bulunan Türkiyənin ixlası üçün gedir. Duyduğumuz bu propaganda düşmən propagandasıdır. Bizi işğal edirlər. Yalandır. Gələn ordu Rus ordusudur. Hətta komandanı bir Türk olsa da yenə istila ordusudur. Onun istədiyi 1914-cü ilin hüduduna qonmaqdır. Anadolu imdadına getmək bəhanəsi ilə yurdumuza girən bu ordu bir daha çıxmaq istəməyəcəkdir. Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin bu etirazına baxmayaraq, həmin gün gecə saatlarında fövqəladə yığıncağını keçirən parlament komissiyasının üzvləri vəziyyətin çıxılmazlığını başa düşərək hakimiyyəti bolşeviklərə vermək qərarına gəldilər. Gecə saat 1-ə işləmiş, parlament bolşeviklərin tələblərini qəbul elədi. Beləliklə də Azərbaycan Cümhuriyyəti süquta uğradı.
Cəmi 23 ay xalqımıza istiqlal duyğusunu yaşadan Azərbaycan Xalq Cümhuriyyəti aprelin 28-də süquta uğradı. Mayın 3-də burada parlament binasının üstündəki ay ulduzlu üçrəngli bayraq çıxarıldı. Lakin tarix amansız və sərt olduğu qədər də ulu və uca mətləblərin, ideyaların ölməzliyinin, əbədiliyinin daşıyıcısıdır. Tarixin yaddaşına əmanət edilmiş bu ulu sərvət zamanı gəldikcə millətinin lideri, mənəvi atası olmaq haqqına malik şəxsiyyət tərəfindən yenidən öz həqiqi qiymətini alır, yenidən öz müqəddəsliyinə ucaldılır. 1990-cı ilin 17 noyabr günü Azərbaycan dövlətçiliyinin milli dövlət rəmzləri tariximizin dönüş nöqtələrindən biri kimi tarixi yaddaşımıza əbədi həkk olunub. Həmin gün Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin birinci sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 70 il əvvəl 1920-ci il may ayının 3-də azadlıqsevər xalqımızın qəlbinə indirilmiş ay ulduzlu, üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edildi və öz müqəddəsliyinə yüksəldildi. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması, dövlət gerbi və himnimizin qəbul edilməsi haqqında vəsatət qaldırdı. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxdı və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verdi. 1920-ci ilin 28 aprelində əsası qoyulan Sovet Azərbaycanı İttifaq dövlət tərkibində müttəfiq respublika şəklində xalqımızın dövlətçilik təcrübəsini yaşatdı. 1991-ci ildə Azərbaycan yenidən istiqlala qovuşdu. Müstəqilliyin ilk illərində qiyam və çevriliş cəhdləri ilə silkələnən, erməni təcavüzünə məruz qalan Azərbaycan, eyni ilə 1918-20-ci illərdəki acı taleyini təkrar yaşamaq təhlükəsi ilə üz-üzə qaldı. Yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkə normal inkişaf yoluna qədəm qoydu. Azərbaycan Xalq Cümhuriyyətini yaradıcılarını biz böyük minnətdarlıq hissi ilə yad edirik. Onlar həqiqətən vətəndaşlıq şücaəti göstəriblər. Həqiqətən öz xalqı qarşısında, milləti qarşısında böyük qəhrəmanlıq nümunələri göstəriblər. Xalq Cümhuriyyətini yaradıcıları Məmməd Əmin Rəsulzadə, Fətəli xan Qoyski, Əlimərdan bəy Tapçıbəşev, Nəsib bəy Yusufbəyev, Həsən bəy Ağayev, Xalq Cümhuriyyətinin ilk Milli Şurasının bütün üzvləri, Xalq Cümhuriyyətinin hükümətinin üzvləri Azərbaycan xalqı qarşısında böyük xidmətlər göstərmişlər. Xalqımız onların xidmətlərini minnətdarlıq hissi ilə bugün yad edir. Onların gördüyü işlər və əziz xatirələri Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Bu, bütün həyatını milli mənəvi dəyərlərimizin qorunmasına, Azərbaycanın yüksəlişinə həsr eləyərək onu əbədi istiqlalına qovuşturmuş böyük insanın tariximizə hörmət, xalq və millət qarşısında xidmətləri olan insanlara ehtiramının ifadəsi idi. Ümummilli lider Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycan dövlətinin gücləndirilməsi,
iqtisadiyyatının əsaslı surətdə yeniləşdirilməsi, həyatın bütün sahələrinin modernləşdirilməsi, ölkənin zəngin məmləkətə çevrilməsi Prezident İlham Əliyevin ümummilli hədəfləridir. Bununla bərabər tariximizə, milli dəyərlərimizə böyük hörmət və ehtiramla yanaşan dövlət başçısı Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki uca yerini, onun qurucularının əvəzsiz xidmətlərini daim yüksək qiymətləndirir. Öz qədim dövlətçilik ənənələrinə sadiq qalan Azərbaycan Respublikasının inkişafının özülündə tarixiliyin, varisliyin dayandığını əməli addımlarla nümayiş elətdirir. Dövlət başçısı İlham Əliyevin 2017-ci il 16 may tarixində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin yüksək səviyyədə qeyd olunması ilə bağlı imzalanmış sərəncamı bu prinsipin bariz sübutudur. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Xalqımız üçün tarixi hadisə idi, ona görə ki, Azərbaycan xalqı əsrlər boyu arzuladığı müstəqilliyə qovuşurdu. İslam dünyası üçün də tarixi hadisə idi ki, ona görə ki, ilk dəfə olaraq Müsəlman şərqində demokratik respublika yaranırdı. Azərbaycan xalqı və Azərbaycan dövləti, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır. Bakının mərkəzində İstiqlal bəyannaməsini imzalayan şəxslərin şərəfinə abidə ucaldılmışdır və bugünkü müstəqil Azərbaycan, Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. 20-ci əsrin əvvəllərində Cümhuriyyət qurucularının canında, qanında coşan istiqlal idealları 21-ci əsrin ikinci 10 illiyində bizi bu şanlı bayrağı başımız üstə tutub Qarabağa, Şərqi Zəngəzura zəfər yürüşünə çıxmağa səslədi. Vətənə sonsuz sevgi hissinin, xalq, prezident və ordu birliyinin sarsılmazlığı sayəsində ölkəmiz tarixin bu sınağından alnı açıq, üzü ağ, zəfərlə çıxdı. Rəşadətli Azərbaycan ordusu Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi altında öz əzmi və şücaəti ilə işğal olunmuş torpaqlarımızı düşməndən təmizləyərək Azərbaycanın ərazi bütövlüyünü təmin eləməyi bacardı. ...1918-ci il may ayının 28-də Azərbaycanın vətənpərvər oğullarının bütün məhrumiyyətlərə, çətinliklərə baxmayaraq yaratdıqları Azərbaycan Cümhuriyyətinin varisi Azərbaycan Respublikası öz qüdrətini, sarsılmaz iradəsini və gücünü nümayiş elətdirdi. Bütövləşmiş müqəddəs vətən torpağının düşməndən azad olunmuş hər guşəsində şanlı bayrağımızın dalğalanması bizim bir xalq kimi, millət kimi var olmaq haqqımızı bütün dünyaya sübut elədi. Söhbətimizin sonunda ən gözəl sözlərlə, ən qanadlı kəlmələrlə cümlələr qurmaq, fikir söyləmək olardı. Ancaq mən bu buraxılışımızı istiqlal şairlərimizdən biri olan Əmin Abid Gültəkinin Sən bizimsən şeirindən bir neçə misra ilə bitirmək istərdim. İstiqlal, o yaşayan millətin qəlbində can. İstiqlal, o səadət, həyat, zəfər, şərəf, şan. İstiqlal, o sönməyən, müəbbəd bir məşalə. Könüllərdə tutuşur, gözlərdə sönsə belə. Sən bizimsən, bizimsən, durduqca bədəndə can. Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan.